Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə 6-cı sinif Azərbaycan dili 2-ci hissə səhifə 46-dan işləməyə başlayaq. Elektromobilin tarixi dinləmə mətnidir. Dərslik səhifə 71-ə aiddir. Çalışma adı deyir ki, elektromobilin tarixi mətninə əsasən sualları cavablandırın. Mən mətni dinləmişəm. İndi siz də dinləyib sualları cavablandıra bilərsiniz. Birinci sualda deyir ki, elektromobillər nə vaxt ixtira olunub? Gəlin bunların cavablarını yazaq. Mən burada cavablarını yazdım. Birinci sualda elektromobillər nə vaxt ixtira olunub? İlk elektromobil 1842-ci ildə ixtira edilib. İkinci sualda deyir ki, sürətli elektromobillər nə zaman meydana çıxıb? 19-cu əsrin sonlarında meydana çıxdı. Üçüncü deyir ki, hibrid avtomobil nə deməkdir? Hibrid avtomobil həm benzin, həm də elektrik mühərriki ilə işləyən avtomobildir. Dördüncüdə deyir ki, elektromobillerin hansı xüsusiyyətləri var? Onlar ekoloji cəhətdən təmizdir, səssiz işləyir, istifadəsi rahatdır. Bunları yaza bilərik. Çalışma 1-də isə deyir ki, mətnə istinad edərək fikirlərin doğru yoxsa yanlış olduğunu əsaslandırın. Birincidə deyir ki, elektrik mühərriki müasir dövrdə meydana çıxmışdır. Buna yazıblar, yanlışdır. Mətndə göstərilir ki, daxili yanma mühərriki elektrik mühərrikindən sonra ixtira olunmuşdur. İndi keçəyin ikinciyə. Deyir ki, elektromobillərdən əvvəl bir dəfəlik daha sonra yüklənə bilən batareyadan istifadə olunurdu. Bəli, bu doğrudur. İlk elektromobillər bir dəfəlik batareya ilə işləyirdi. 46 il sonra isə yüklənə bilən batareya modelləri yaradıldı. Gəlin bunu yazaq belə. Deməli, buna yazağım. Doğrudur yazmıram, artıq bunu siz özünüz yazarsınız. Üstə gəl qoyuram ki, 2 doğrudur. Başlayaq yazmağa. İlk avtomobillər bir dəfəlik mən indi bunu yazım, videonun sonra davam edəcəm. Deməli, uşaqlar, burada mən belə yazdım. Birincimiz düz idi, ikincimiz də düzdür. Yox, birincimiz yanlış yazıblar özləri, ikincimiz düzgündür. Elektromobillərdə əvvəl bir dəfəlik, daha sonra yüklənə bilən batareyalardan istifadə olunurdu. Bəli, ilk avtomobillər bir dəfəlik batareya ilə işləyirdi. 46 il sonra isə yüklənə bilən batareyalı modellər yarandı. Üçüncü də düzdür. Elektromobillər avtomobil yarışlarında iştirak edirdi. Bəli, 1895-ci ildə Amerikada keçirilən avtomobil yarışında elektromobil qalib olmuşdur. Dördüncümüz yanlışdır. Elektromobillərin heç bir nöqsanı yox idi. Xeyr, onların zəif cəhətləri var idi. Çünki batareyaları ağır idi və tez-tez yükləmə tələb etməsi idi. Beşinci düzdür. Elektromobil bir müddət unuduldu. Bəli, Fordun istehsal etdiyi ucuz benzinli avtomobillər onları arxa plana keçirdi. Bir müddət, yəni unuduldu onlar. Altıncımız yanlışdır. Elektromobillər Nikola Tesla ixtira etmişdi deyir. Xeyr, ilk elektromobil Thomas Davenport və Robert Davidson tərəfindən ixtira edilmişdir. Nikola Tesla müasir elektromobilin prototipini nümayiş etdirib sadəcə. Onlardan əvvəl, amma Nikola Tesla'dan əvvəl Thomas Davenport və Robert Davidson ixtira eləyib elektromobili. İndi isə keçən səhifə 47-yə. 47-ci səhifədə isə dil qaydalarıdır. La şəkilsinin funksiyaları dərslik səhifəyə 72-də ada deyir ki, fərqləndirilmiş sözlərin düzgün yazılışını müəyyən et. Həmin sözləri la-nın funksiyasına uyğun, əsasən uyğun sütunlara yaz. Yəni zərf düzəldən şəkil çizdim, qoşmadım, bağlayıcıdım. Bunları yazaq. Gəlin yazaq. Deməli, uşaqlar, mən burada yazdım. Birinci cümləmizdə yolkanı yeni oyuncaqlarla bəzəyəcəyəm. Nə ilə? Oyuncaqlarla. Burada qoşmadır. İkinci cümlədə içməli suyu qənaətlə işlətməliyik. Burada necə işlətməliyik? Zərf düzəldən şəkilçidir. 3-də Kürlə Araz Azərbaycanın böyük çaylarıdır. Kürlə yox, Kürlə Araz. Bağlayıcı ilə qoşmanın fərqini tapmaq üçün xəbərə baxırıq. Xəbər cəmdədirsə, deməli bağlayıcı olmalıdır. Burada Kürlə lalə bağlayıcıdır. 4-də yarışı uğurla başa vurdum. Necə başa vurdum? Artıq burada necə sualına cavab verdiyinə görə zərfdir. 5-də tədbiri vətən haqqında mahnılarla bitirərik. Burada qoşmadır. 6-da rayonla kəndimiz arasında məsafə azdır. Rayonla qoşmadır.
7-də diqqətlə mənə qulaq as. Diqqətlə, necə mənə qulaq as? Diqqətlə zərfdir. Ariflə Günay məktəbimizi təmsil edəcəklər. Baxırıq, yenə xəbərimiz cəmdədir. Ona görə burada Ariflə sözündəki olan Lalə bağlayıcıdır. Gülnarla bizə gələrsən, Gülnarla bizə gələrsən. Burada da Lalə bağlayıcıdır. Çalışma belə deyir ki, fərqləndirilmiş sözləri düzgün yaz. Onların aid olduğu nitq hissəsini və qrammatik funksiyasını qeyd et. Baxaq, birinci cümləmizə yazıblar özləri nümunə kimi. Bakıdan Ağstafaya qatarla 5 saata getdik. Qatarla isim qoşmala vasitə bildirir. Aha, gəlin qalanlarını da biz yazaq. Burada da belə tamamladım. İkinci cümləmizdə Ellar bugün məktəb yoldaşları ilə görüşəcək. Yoldaşları isimdir. İlə də burada qoşmadır, birgəlik qoşmasıdır. 3-də Leyla ilə Selcan həmişə məktəbə birlikdə gedirlər. Burada baxırıq, xəbərimiz həm cəmdədir, həm də Leyla və Selcan. Əgər layı və ilə əvəz eləmək olursa, onda o da bağlayıcıdır. Leyla ilə isimli bağlayıcı birləşdirmə bağlayıcısıdır. 4-də Nairə anası ilə mağazaya getdi. Anası ilə isim qoşma birgəlik. 5-də nənə ilə nəvə şirin söhbət edirdilər. Yenə baxırıq, bağlayıcı olub Lalə. Nəyə görə? Çünki xəbərimiz cəmdədir. Həm də nənə və nəvə və iləni və ilə əvəz eləmək olursa bağlayıcıdır. Həm də xəbərimiz cəmdədirsə bağlayıcı olmalıdır. 6-da mən rəfiqəmin telefonu ilə sənə zəng edərəm. Telefonla isimli qoşmadır, vasitəlik bildirir. Bugünlük bu qədər. Növbəti videoların davamı üçün kanala abunə olun, bəyənin, şərh yazın. Hələlik.